Daxili İşlər Nazirliyi Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn dələduzluq piramidası olan ZooRx platformasına qarşı əməliyyat keçirib. Kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar WhatsApp və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə ZooRx piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədi ilə zərər çəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər. Şirnikləndirici təkliflərə aldınan şəxslər isə daha çox gəlir əldə etmək niyyəti ilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərər çəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri ZooRx piramidasının fəaliyyətini dayandırıblar. ZooRx Pro Azərbaycan WhatsApp qrupu yaratmışam və 600-dən çox insan ora cəlb etmişəm. ZooRx Pro piramidasından cəlb etdiyim insanlardan mənə pullar çatırdır. Faktlarla bağlı baş idarədə araşdırmalar davam etdirilir. Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kripto yatırım adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyə edirik.